Qəlb sevindirməyi çox sevirəm. Hələ bu qəlb uşaq qəlbidirsə. Günahsız keçən hər gün bayramdır. Bu il Novruz bayramı ilə Ramazan bayramı birlikdə qeyd olunur. Bayram münasibətilə oruç tutan uşaqları iftara dəvət elədim. Onların istəyinə uyğun nə istədilərsə onu hazırladım. Bir zəng edib nə istədiklərini soruşdum. Misi kalbasadan çeşidli pizzalar istədi. Misi xırçıltılı toyuq qanadları istədi. Sosisli soba praşkisi, sosisli bol tomatlı makaron da istəyən oldu. Videoda gördüyünüz kimi yalnız sabun məhsullarından istifadə edirəm. Hətta uşaqlarınıza belə könül rahatlığı ilə sabun məhsullarından verə bilərsiniz. Halallıq sertifikatları var, bizim üçün ən əsas dəyərli odur. Temizliyini isə birbaş fabrikinə gedib istehsalatla özüm tanış olub görmüşəm. Süfrəni düzdüyüm uşaqlar artıq gəliblər. Bu süfrəni düzməyimə onlar da şahid oldu. Kənardan məni o qədər maraqla izləyirdilər ki, amma onlara bir şərt qoydum ki, şorbasız əsla orucunuzu açmayacaqsınız. Mədənizdə sonra ağrı yaranmasın. Mən az yaşlı uşaqları bu formada görəndə ürəyim açılır. Maşallah olsun bütün ibadət edən övladlarımıza. Qəlbində Allah sevgisi ilə böyüyən hər bir uşaq düşünürəm ki, böyüyəndə çox xeyirxah bir insana çevrilir. Uşaqlarla biraz söhbət edirəm. Gələn həftə ailənin ad günüdür. İstədim elə burada da bir tortla onu təbrik edeyim. Hər kəsin həm Ramazan, həm Novruz bayramını təbrik edirəm. Unutmayaq, bu dünya yaxşı insanların və uşaqların sayəsində dönür. Onları sevək və hər zaman sevgi ilə böyüdək. Özünüzə yaxşı baxın, sevgi ilə qalın. Hələlik.